gördüm. İkinci dəfədir məhkəmədə iştirak edirəm və doğrudan da oğluma şər atıldığının bir şahidiyəm. Deməli, bugün Əhməd Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi oldu. Sonuncu şahid qalmışdı, onun ifadəsi alındı. Şahid deməli, təqdim edilən hadisə zamanı sürücü olduğu bildirilən şəxsdir və şahidin həm istintaqda verdiyi ifadə ilə məhkəmə deməli, zamanı verdiyi ifadələr arasında kəskin ziddiyyətlər ortaya çıxdı. Hadisənin baş verməsindən bağlı. Eyni zamanda məhkəmə zamanı verdiyi ifadə də əslində belə deyim, verilmiş ittihamı təsdiq yox, təkzib edən bir ifadə oldu. Çünki hadisənin baş verməsi, hadisənin nədən yaranması, sonra avtomobildə oturan şəxslərin kim olması, yəni şəxsiyyətlərinin müəyyən edilməsi, hansı bir-birinə hansı məsafədə əyləşmələri və s. ilə bağlı məsələlər hamısı verilmiş ittihamdan fərqli şəkildə şahid tərəfindən bildirildi. Növbəti məhkəmə iclası 5 mart tarifinə təyin edildi və sənədlərin tədqiqi mərhələsindən davam edəcək. Deməli, bugün Əhməd Məmmədlinin məhkəməsində əvvəlki məhkəmə proseslərində olduğu kimi bir-biri təqsib edən proses davam elədi. Yəni bu mənada ki, Əhməd deməli şoferi çağırmışlar, yəni taksi şoferini. Məlum oldu ki, taksi şoferi də yəni həm o arxada oturan 2 nəfərlə bir yerdə eyni bir regionun Naxçıvana və çox güman ki, bir-birini də tanıyan şəxslər olublar və fikirləri də üst-üstə düşür. Yəni həm vəkilin verdiyi suallar, həm Əhməd Məmmədlinin verdiyi sualların qarşısında çox ziddiyyətli cavablar, yəni həm istintaq vaxtı verilən cavablar və indi verilən cavablar bir-birindən çox uyğun gəlmədi. Bu mənada gəlmədi ki, vəkil ona suallar verdi ki, bəs sən orada konkret o istintaq vaxtında adlar çəkirsən, bəs hardan bildin ki, sağda oturan kimdir, solda oturan kimdir? Özündə deyirsən, polis sənə heç bir şey demədi. Dedi, bəli, o mənə kömək, yəni bu nöqtə nəzərindədir ki, sağda oturan filan kəs idi, mən də adlarını xatırladım. Dedi, orada onların həcmi, araqlığı, köklüyü, dedi, yox, orada istintaqda məlum, o istintaq tərəfi onu dedi. Dedi, belə çıxır ki, onların dediyiniz diktəsi ilə yazılıb bu.